Oktyabrın 13-ü Toplum TV iş üzrə keçirilən məhkəmə prosesində qurumun həm təsisçisi Ələsgər Məmmədli evindən tapılan pul vəsaitinin polis tərəfindən yerləşdirildiyini deyib. Stat: Polis sinə cibində saxladığı bir bağlama pulu girişdə ayaqqabı qutusunun içinə atıb. Güya evimdən çıxdı görüntüsü verərək protokollaşdırıb saxta sübut yaratmağı cəhd edib. Statın sonu. Ələsgər Məmmədli istintaq tərəfindən xarici səfərlərinin qaçılmazlıq ittihamına sübut kimi qoyulmasına da etiraz edib. Stat: Belə səfərlərim 18 yaşından davam edib və 40 ilə yaxındır davam edir. İstintaq bu səfərlərindən yalnız 2016-cı ildən sonraki 39 səfərimi qaçılmazlığı üçün sübut olaraq irəli sürməyə çalışıb. Halbuki 2016-cı ildən öncəki səfərlərimin sayı dəfələrlə çox olub. Bu aydın şəkildə göstərir ki, istintaqın iddiası əsassız, uydurma və böhtandır. Statın sonu. Toplum TV iş üzrə ümumilikdə 10 nəfərə cinayət açılıb. Onlar qaçılmazlıq daxil bir neçə maliyyə cinayətində təqsirləndirilirlər. Özləri cinayət işinin quramı hesab edir və peşə fəaliyyətlərinə görə hədəfə alındıqlarını bildirirlər. Azərbaycan Prezident Administrasiyasının sabiq rəhbəri, Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyev dövlətə xəyanət, hakimiyyəti ələ keçirməyə cəhd, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmada ittiham olunur. Oktyabrın 14-də məhkəmə onun barəsində 4 aylıq ev dustaqlığı qəti imkan tədbiri seçib. Bundan sonra hökumətyönlü mediada Ramiz Mehdiyev əleyhinə silsilə yazılar yayılmağa başlayıb. Ardınca bəzi deputat, dövlət adamları və keçmiş məmurlar da bu axına qoşulublar. Sabiq rəhbər baş verənlərə mövqe bildirməyib. Məclis info platformasının həbsdə olan rəhbəri İmran Əliyevin səhhətində ciddi problemlər yarandığı deyilir. Atası Bağır Əliyevin məlumatına görə onun bel və oynaq ağrılarından əziyyət çəkdiyi qeyd olunur. Bununla yanaşı uzun müddətli məhkəmə proseslərinin və Bakı İstintaq Təcridxanasındakı ağır şəraitin oğlunun həm fiziki, həm də psixoloji vəziyyətinə ciddi təsir göstərdiyini bildirib. Stat: İmranın psixoloji vəziyyəti çox gərgindir. Bədənində mənşəyi bilinməyən şişlər yaranıb. Məhkəmə işinin 1 il 6 ay uzanması onu çox sarsıdıb. Oktyabrın 14-də keçiriləcək iclası ümidlə gözləyirdi. Lakin cəmi bir gün qalmış prosesin təxirə salındığını öyrənəndə əsəb pozuntusu keçirib. Məhkəmənin təxirə salındığı deyilsə də yarım saat qalmış gəliblər ki, məhkəmə olacaq. Zorla aparıblar. Statın sonu. Ötən il aprelin 18-də saxlanılan İmran Əliyev ictimai fəal Elgiz Qəhrəman və Tamayla Musayeva ilə birlikdə qaçılmazlıqda təqsirləndirilir. Sonradan ittihamlar 8 maddəyə qədər genişləndirilib. Özləri ittihamları qəbul etmir və atılan addımların siyasi sifariş olduğunu bildirirlər. Gürcüstanın Hakim Gürcü Arzusu partiyası mitinqlərin keçirilmə qaydalarını sərtləşdirmək üçün qanunvericiliyə düzəlişlər hazırlayıb. Aksiya zamanı silah və ya pirotexniki vasitə saxlamaq və polisin mitinqi dayandırma tələbinə əməl etməmək halında 60 gün həbs nəzərdə tutulub. Düzəlişlərdə üzünü gizlədərək, göz yaşardıcı və ya zəhərli maddələrdən istifadə etməklə, yolları bağlamaqla və ya müvəqqəti qurğular quraşdırmaqla keçirilən aksiyalarda iştirak edənlər üçün 15 gün, təşkilatçılar üçün 20 gün həbs nəzərdə tutulub.